Gününüz nura boyansın. Çox hörmətli ANSMB mediasının izləyiciləri. Sizlərlə yenə Poeziya Saatı proqramında görüşürük və bu dəfəki görüşümüzdə həftənin bazar gününə təsadüf eləyir, hörmətli izləyicilərimiz. Əlbəttə, bazar günü həftənin elə bir günüdür ki, bu gündə insanların dükan, bazar qayğıları daha çox olur. Ancaq bütün bunlara baxmayaraq, insan elə insandır. Həftənin hansı gününün olmasından asılı olmayaraq, insanın həmişə mənəviyyata ehtiyacı var. Və bu mənəvi ehtiyacların ödənilməsində poeziya, şeir xüsusi rol oynayır. Elə bunu nəzərə alaraq, mən yenə də sizlərə öz yazdığım şeirləri təqdim eləyəcəm, müəllif olduğum şeirləri təqdim eləyəcəm. Beləliklə, mənim bu dəfə sizlərə təqdim eləyəcəyim ilk şeir Pul ilə söhbət adlanır. Dinləyin. Pul dedi, mən hər gün düşürəm yada, hər kəsə ən əziz mənəm dünyada. Qoca da, cavan da məni axtarır. İnsan məndən ötürü ev, dükan yarır. Mənsiz boş kisədir ciblər libasda. Üstünəm insandan toyda və yasda. Özüm deyiləmmi bəy edən, almasam libasın, lüt olar bədən. Parlaq qızıldan da çoxdur qüdrətim, onu almağa da çatır cürətim. Qızı gəlin edən mənəm əslində, hətta pozğun olsa tayfasında əslində. Mən hər cür ləkəni silə bilirəm. Ağladıb insanı gülə bilirəm. Olmasam ölü də qəbrə getmir. Gözləri, üzləri kədər kövrətmir. Mənsiz qoyulmur daş, qazılmır qəbir. Tanrının özü də heç vermir səbir. Torpağı mülk edən deyiləmmi mən? Olmasam nə yurt var, nə də ki vətən. Gördüm çox özünə qürrələnir pul. Qazın azaltmağa axtardım üsul. Soruşdum, bəs niyə bankda yatırsan? Bəzən xərclənməyib, sən pas atırsan. Dedi, az olanda maaşdır adım. Kasıb insanlara şirindir dadım. Ancaq doya bilmir onlar dadımdan. Çünki borc ödəyir mənim adımdan. Bəzən ciddiləşib xərcə dönürəm. Bəzənsə oyuna, mərcə dönürəm. Kimdə əmanətəm, kimdəsə qumar. Kimi əlin açar, kimi əl yumar. Xidmət göstərəndə rüşvət oluram. Gah rəhim, gah insaf, mürvət oluram. Artdıqca kapital, sərvət oluram. Fəqət son hesabda pərt oluram. Çünki mən çox şeyəm, hər şey deyiləm. Qorxuram, vaxt gələ, özüm də öləm. Yekunlaşan zaman pulun cavabı, palçıqda batmışdı köhnə pulqabı. Çox idi içində Sovet manatı. Fəqət bitmiş idi ömrü, həyatı. Əlbəttə, hörmətli izləyicilər, pul bütün zamanlarda çox aktual bir vəsaitdir. Ancaq şeirdə qeyd elədiyim kimi, sizlərə çatdırmaq istədiyim kimi, pul çox şey olsa da hər şey deyil. Çünki elə mənəvi sərvətlər var ki, onlar heç vaxt pulla satılmır,
və alınmır. Elə qeyrət, ləyaqət də bax bunların içərisində xüsusi yer tutur. İstəyirəm ki, bu mövzunun davamını növbəti şeirdə sizlərə təqdim eləyim. Növbəti şeirin adı isə elə növbədir. Beləliklə, növbə. Dayanmışdı adamlar bankomat qarşısında. Milli bir səhnə vardı. Vaxt, saat qarşısında. Sən Allah, tələsirəm, qabağa burax məni, deyib hər kəs pozurdu sıradakı növbəni. Pulu tez almaq üçün söylənirdi yalanlar, dilə gətirilirdi olanlar, olmayanlar. Kimisi Peyğəmbərə, Qurana and içirdi, hərə bir kələyi ilə irəliyə keçirdi. Növbəyə duranların qazi idi biri də. Dayanmışdı o, ancaq sırada ən geridə. Sıxışdırıb yazığı arxaya salmışdılar. Ona yalanlar satıb növbəsini almışdılar. Amma savaş zamanı ona verildi növbə. Gedib növbəyə durmaq, bəli, edildi tövbə. Tələsənlərin çoxu qorxdu atəş səsindən, hətta imtina etdi qanuni növbəsindən. Əlbəttə, həyat belə təzadlıdır, hörmətli izləyicilərimiz. Məsələn, təzadlar içərisində əlbəttə cəmiyyətin reallıqlarını özündə ehtiva eləyən ziddiyyətlər, təzadlar daha çoxdur. Elə növbəti şeirdə bunu, bu mövzunu daha doğrusu davam etdirərək, yəni sizlərə başqa mətləblərdən söhbət açmaq istəyirəm. Beləliklə, növbəti şeirimin adı belədir. İnsan bazarı. Var ölkədə bir alçaqlıq azarı. Olub kabinetlər, insan bazarı. Dost, dostun sirrini satır burada. Alıb vəsaitin, çatır murada. Sanki piştaxtadır müdir masası. Satqın ora qoyur saxta əsası. Müdir isə malın halına baxır. Cinsi qadındırsa dalına baxır. Əgər kişidirsə puluna baxır. Kasıbsa elə bil quluna baxır. Pozulur beləcə qanun və qayda. Həm kabinet, həm bəyaz sarayda. Ləkələnir səhifəsi qanunun, batır sanki, gəlmir səsi qanunun. Ancaq satqın guruldayır göy kimi. Şux görünür topladığı göy kimi. Lazım gəlsə, deputat da o olur. Fəqət bəzən sonda madda o olur. Satılır keçi tək, satqın özü də. Gülmür artıq tüpürcəkli üzü də. Titriyir qalın gönü həm dərisi. Hə, çünki Əzraildir müştərisi. Onun əllərində çıxarkən canı, şübhə yox ki, cəhənnəmdir ünvanı. Sərrafam, düşündüm, yazdım dərindən. Yenə də millətin dərdi sərindən. Fəqət nə azalır, nə də bitir dərd. Onun üçün sözlərim belə sərtdir, sərt. Mən də məddah olub yaza bilərəm. Gerçəyi 100 yerə yoza bilərəm. Ancaq imzam vardır adıma layiq. Onunsa gücünü bilir xəlayiq. Əlbəttə, hörmətli izləyicilərim, mən Azəriyəm və öz azəriliyimlə fəxr eləyirəm və ona görə də həmişə çalışmışam ki, Azəricalaq xarakterindən uzaq olum. Azəricalaq xüsusiyyətlərini özümə yaxın buraxmayım.
Və elə bu duyğularla növbəti şeirimi sizlərə təqdim eləyirəm. Bu şeirimin adı belədir: Parazitlər. Qüsursuz doğulmuş sağlam vətənin, müftəxor parazit basıb bədənin. Ona ana deyən həmin o kəslər, bəs niyə onu yox, özünü bəslər? Kimi sərvətini satır vətənin, halalı beləcə batır vətənin. Kimi şəhidinin pulunu yeyir, özünə vətənin oğluyam deyir. Kimi vətən dilin ikinci sayır, mötəbər məclisdə rusca gürləyir. Kimi tarixini yada bağlayır, özünə bunu inan bir gün ağlayır. Kimi partiyaya adını qoyur, vətənin adı ilə vətəni soyur. Kimi də vətənə bölünməz deyir, ancaq bölmək üçün fürsət gözləyir. Kimi sularına çirkə baxıdır, bu vətənə üfunət də qoxudur. Kimi qorğunu pul ilə alır, sərvəti yüksəlir, vətən alçalır. Hətta adamlar var, vətəndir ismi, yazılıb sənədə qanuni, rəsmi. Ancaq vətən deyil onların özü. Vətən deməməkdir tək vətən sözü. Sərrafam, sözüm çox vətənə dair. Vəzni pozmamalı amma ki şair. Yazıb bir az da mən edərsəm uzun, şitləşər qafiyəm, itirər duzun. Odur ki, nöqtəni qoyuram burada, böyük ehtiramla bu ulu yurda. Fəqət hər parazit hədəfdir mənə, çünki hörmətim var ana vətənə. Əlbəttə, hörmətli izləyicilərim, hörmətli Poeziya Saatı verilişinin izləyiciləri, vətən mənim üçün çox müqəddəsdir və nəinki yalnız mənim üçün, ümumiyyətlə bütün ANSMB üzvləri üçün. Azərbaycan məmləkəti, odlar yurdu diyarı bizim üçün olduqca müqəddəs bir məhfumdur. Ancaq təəssüf ki, bax bu ölkədəki azəricalaq ünsürlər vətənə, Azərbaycana bir qədər ögey yanaşırlar, yad gözlə baxırlar, ancaq onun sərvətlərini ələ keçirməyə çalışırlar, üzr istəyirəm. Elə bu baxımdan başqa bir şeiri sizlərə təqdim eləmək istəyirəm. Bax, bu şeirdə də yenə fəlsəfi xətt keçir, ancaq tənqidi nüanslar olmaq şərti ilə. Bu şeirimin adı belədir: Yuxu oğruları. Böyüklərin beşiyidir çarpayı, fəqət onda azdır yuxunun payı. Bilmək istəsəniz sözün doğrusu, çoxdur bu ölkədə yuxu oğrusu. Bax, Tarif Şurası qərar verəndə, küsür Allahından imkansız bəndə. Çəkilir burnundan unun qoxusu, ondan oğurlanır gecə yoxusu. Polis günahsıza böhtan atanda, yazığı şərliyib nahaq tutanda, məhbəsdə gözünü yummur bir anda, talanır yoxsa onun zamanda. Doğduğun kimsəsiz buraxıb qadın, gedib ağuşunda yatanda yadın. Bunun imkansızlıq qoyanda adın, talayır yuxusun doğma övladın. Borclu borc verənə minnət qoyanda, onu da özünə borclu sayanda, itir əmanətə qalmayır güman, gözdən şirin yuxu talanır bu an. Gecələr bahalı barda, salonda, harınlar qudurub hayküy salanda, fəqət şikayətçi töhmət alanda, yuxudan zərrə də qalmayır canda.
tək sərvət yox. Oğurlanır yuxu da, insanın ömrü də, varı yoxu da. Sərrafam, yuxudan yazdım bu dəfə. Yəqin ki, oxlarım dəydi hədəfə. Əlbəttə, hörmətli izləyicilərimiz, mən istəyirəm ki, həmişə atdığım oxlar hədəfə dəysin və yəqin ki, hədəfə də dəyir. Elə bax bu, necə deyərlər, yanaşmadan çıxış eləyərək, indi sizlərə təqdim eləyəcəyim sonuncu şeirimə keçid alıram. Yazdığım bu şeirin adı belədir. Alverçi məmur. İşi oğurlamaq, vərdişi satmaq. Vardır xislətində şər, böhtan atmaq. Əlində qabar yox, üzündə həya. Vədində yalan var, sözündə riya. O iğrənc bir məxluq, yaramaz varlıq, edir vətəndaşa mərdiməzarlıq. Ondan rüşvət umur, ondan pul umur. Şərəfsiz ismi isə alverçi məmur. Pis sifət var bu ismin hər halında. Eyliyə şər alverin timsalında. Adlı halda sifəti sözsüz harın. Müftə yiyən alverçi məmurların. Yiyəlikdə saxtaşar həm anonim. Bilinməyir şəxsiyyəti kimdir kim? Gönlük halda dombalan həm əylən. El içində var yoxuna söylən. Təsirlikdə iğrəndirən, qusturan, mərd evini namərdlərə pusturan, yerlik halda vətən satan nanəcib, andı, vədi yalnız onun cibdir, cib. Çıxışlıqda lənətlənən və mənfur, hər halda belədir alverçi məmur. Sərrafam, a dostlar, yazdım bunu da, sözümü dinləyən çətin bunu da. Əlbəttə, hörmətli izləyicilərimiz, sözlərimi dinləyənlər elə düşünürəm ki, onu unutmazlar. Çünki həmin sözlərimin hədəfləri var, həmin sözlərimin, necə deyərlər, istiqamətləndiyi ünvanlar var. Bunu isə əlbəttə ki, hər bir dinləyici öz, necə deyərlər, bəsirət gözləri ilə görməlidir. Hələlik isə bu qədər, hörmətli izləyicilərim. İnşallah bu həftənin bazar günü də Poeziya saatında sizlərə bax bu şeirlərimi təqdim etdim. Həyat isə davam eləyir. İnşallah görüşərik yenə.